Salam əziz dostlar, bugündən inşallah məntiq elmi, müəllif Doktor Möhsin Nişapuri məntiq elmi barəsində söhbətlər eləyəcəyik Allahın izni ilə və bu dərslikləri biz öz sosial şəbəkələrimizdə paylaşacağıq. Səhifə 4 və ilk dərslik təfəkkür prosesi haqqında danışacağıq. Deyir ki, müəllim şagirdə cümlə bə cümlə oxuyacaq inşallah Allahın izni ilə və onu izah eləməyə çalışacaq. Müəllim şagirdə riyazi, həndəsi və ya bir məsələ verib, ondan bu məsələnin cavabını istədiyi zaman əslində ondan bir növ fəaliyyət tələb edir. Bəhsimiz təfəkkür prosesidir. Yəni bir müəllim bir şagirdə bir riyazi bir məsələ verəndə demək istəyir ki, sən düşün, təfəkkür elə və həmin məsələni həll elə. Bu fəaliyyətin adına deyirlər təfəkkür, düşünmə, fikir etmə. Buna görə təfəkkürün tərifində deyiblər. Nə deyiblər? Zehnin məlumatlardan məchullara doğru hərəkətinə deyilir. Məlumlardan məchullara doğru hərəkət ən sadə misalla izah edilir. Məsələn, sadə bir tənlik x üstəgəl 5 bərabərdir 10. X bizim üçün burada məchul olan nədir? X-dir. Bizə 2 dənə məlum nə var? 5 ilə 10 var. Biz bu məlumlardan istifadə eləyib 5 ilə 10-dan istifadə edib o x-i, yəni o məchulu tapacağıq. Cavab necə olacaq? X bərabərdir 10 çıx 5. Və nəticədə x-in cavabı nədir? 5. Buna deyirlər təfəkkür prosesi. Bizdə olan məlumatlar, bizə məlum olanların vasitəsilə biz nə edirik? Məchula doğru gedib, məchulu həll edib tapırıq. Buna deyirlər təfəkkür prosesi. Zehnin məlumatlardan məchullara doğru hərəkətinə deyilir təfəkkür prosesi. Ancaq bir tərəfdən bu hərəkətin həm məchuldan məluma, həm də məlumdan məchula doğru olduğunu, digər tərəfdən isə bu fəaliyyətin bəzən nəticə vermədiyini və bir çox hallarda uzun təfəkkürdən sonra məchulun yenə də aydın olmayıb məchul olaraq qaldığını nəzərə alıb təfəkkürə daha bir dəqiq tərif veriblər. Görüblər ki, zehnin məlumlardan məchula doğru hərəkəti bir tərəfli olaraq həmişə doğru nəticə verməyib. Bəzən məchullar yenə bizim üçün məchul olaraq qalıb və bu məsələlər həll olunmayıb. Ona görə götürüblər əlavə bir tərif veriblər həmin təfəkkür prosesi üçün. Zehnin məlumla məchul arasında olan hərəkətinə təfəkkür deyilir. Tək məlumun məchulun üzərinə getməsinə yox. Məlumla məchul arasında zehin həm məluma müraciət edir, sonra qayıdır məchula. Yenə tapa bilmir, yenə məluma onun barəsində həmin növ olan məlumatlar arasında araşdırır, yenə qayıdır neynir, məchula müraciət edir. Belə və sonda nəticədə o məchulu həll edir. Bugünlük bu qədər. Növbəti dərsimizdə inşallah təfəkkür insanın digər canlılardan üstünlüyü haqqında danışacağıq. Elhamdülillah. Sağ olun.